Salam, hər vaxtınız xeyir. Mən Hafiz və dostum Rəşad. Sizi 90 Plusun yeni podkastımızın birinci buraxılışında Nəhayət ki salamlayırıq. başladıq. Nəhayət ki başladıq. Start verdik. Uzun vaxt idi danışırdıq. Razılaşmaq istəyirik ki, başlayaq belə bir mövzuda danışaq. 90 Plus niyə görə adlandırdıq podkastı? Planımız da belədir ki, həftənin sonunda oyunların icmalı barəsində danışaq. Hal-hazırda artıq mövsüm bitib. 2024-25 mövsümü bitib və bütün mövsümün icmalını biz Rəşadla indi istəyirik danışaq. Ümumi olaraq futboldan danışaq, yəni transferlərdən, klubların belə deyək, nə deyirlər, mövsümü gələcəyindən, necə keçirdiklərindən, gələcək planları. Mövsümü necə keçirdilər, yəni ümumi olaraq komandalar hansı belə deyək, dövrü yaşayırlar. Ümumi belə futbolçuların da nə deyirlər ona, Mövsüm ərzində performanslarından, inkişaflarından. Elə indi baxırıq ki, yəni ən yaxşı oyunçuların çoxusu gənc oyunçulardır. Yəni belə deyək, 30 üzərində olan yaxşı futbolçu demək olar ki, azdır. Yəni biz deyə bilərik, 1-2 oyunçu adı çəkə bilərik də, məsəl üçün Harry Kane-i deyə bilərik. Yəni bu illəri nəhayət ki kubok qazandı, çempionluq yaşadı. Gec də olsa, əli dəydi trofeyə. Əli dəydi axırı ki, gördü nəsə. Belə baxanda yəni 30 üzərində olan futbolçular, yüksək səviyyədə oynayan oyunçular azalır. Ən çox da indi görürük də 17, 18, Gənclər. 19, 20, 22 yaşlardan söhbət gedir də indi. Bu oyunçulara baxırıq ən çox da. İndi Lamine Yamaldır. Sonra kimdir? Desire Doué misal üçün mən çox bəyənirdim. İndi də yəni görürəm ki, gələcəkdə bu oyunçu doğrudan da bəlkə də Realda da ola bilər, bəlkə də Barcelonada. Bavariyanın da hədəfində idi. Bavariya almaq istəyirdim. Biz o transferlər mövzusunda danışanda istəyirəm o mövzuya toxunacağam. Eberlin planları barəsində. Demək, bizim mövsüm icmalından danışırıqsa, gəl məsəl üçün danışaq. 2024-25 mövsüm başlayanda gözləntilər necə idi? Necə başlamışdı mövsüm? Məsələn, bu mövsümdə qeyd etmək lazımdır. Liverpool yeni məşqçisi ilə, o qədər də tanınmamış Arne Slotla, Barcelona Flicklə yeni nəfəs, Bavariyada Brightondan gəlmiş kompaniya, ilk top klubu idi. Burnley'dən gəlmiş. Antonio Conte'nin ilk mövsümü İtaliyada. Sonra mövsüm ərzində əgər icmaldan danışırıqsa, tutaq ki, Real Madriddə o qədər təcrübəsi olan, çiynində o boyda təcrübəsi olan Ancelotti, amma bütün mövsüm boyu bütün Real azarkeşlər deməklə razılaşa bilərlər. Hamısı deyinirdilər ki, Ancelottinin taktikası köhnəlib, oxunula biləndir və s. Bu mövzular haqqında danışaq sənə Rəşad. Danışaq. Mən dedin Ancelotti, mən Ancelottidə günah görmürəm. Çünki Ancelotti öyrəşib ki, hazır heyət olsun. Yəni bu mövsümki Realın heyəti hazır deyildi böyük nailiyyətlərə. Çünki Toni Kroos'un yerinə əvəz edən heç kim gəlməmişdi. Aydın məsələdir ki, Toni Kroos yoxdursa, oyun da yoxdur. Yəni biz bunu gördük. Yəni 8 nömrə kim idi? Kim onu əvəz eləyirdi? Heç kim. Heç kim. Yəni, böyük bir boşluq yaranmışdı heyətdə. Yəni Valverde idi, Valverde tam da o 8 nömrə deyil də. Yəni biz onu daha çox cinahda görürük. Winger kimi oynayır, nə deyirlər, qoşulur hücuma, nə deyirlər, asma eləyir. Yəni uzaqdan zərbələr vurur, amma konkret olaraq 8 nömrə keyfiyyəti yoxdur onda. Demək ki, Real Madridin hələ də o komandanın beyni deyək, bir oyunçu deyək, beyinli, yüksək pas dəqiqlikli. Çünki Zidane Realda olanda demişdi ki, oyunu yönəldən Toni Kroos'dur. Yəni Toni Kroos belə deyib prosessordur, kompüterin prosessoru. Yəni o yoxdursa bu heyət çox çətin, çox əziyyət çəkirdi. Yəni kim düşünərdi ki, Real Arsenalı məğlub olsun Çempionlar Liqasında. Özdə belə bir oyunla da, yəni heç də göstərmədi. Yəni Arsenal demək olar ki, Realı hər iki oyunda sildi meydandan. Arsenal demişkən, bax bu mövsüm məsəl üçün başlanğıcından çox qəşəng başlamış, start vermişdi Arsenal. Arsenal həmişə yaxşı başlayır, axırda pis bitir. Apreldə yoxdur yəni. Fil Arsenal azarkeşlərdə yoxdur. Daşqalaq eləyə bilərlər məni. O fil zarafatı yenə gəlib bura çıxacaq deyə o deyir. O heç kəs bilmir bu budağa necə çıxıb fil, amma başa düşürlər ki, uzun müddət qalan deyil orada. Arsenal neçə illərdir ki, Avropada ən yaxşı oyun göstərən klubdur. Yəni mən belə baxaram arası Arteta gələndən
4 ildə ən yaxşı oynayan komandalardan biri, amma nəticə yoxdur. Artıq da 7 sezondur. Yəni bu illəri 7-ci sezon olacaq. 2025-2026-cı sezon 7-ci sezonu olur. Yəni 7 sezonda böyük bir nailiyyət yoxdur. Yəni Artetanı da belə qınamaq da düzgün deyil, çünki Arteta ilə Arsenal inkişaf elədi. Oyun keyfiyyəti çox yüksək qalxdı. Arsenal son illərdir. Son illər çox yaxşı oynayır. Komanda kimi özünü aparır. Çox da çox gözəl yüksək oynayır. səviyyəli oyun göstərir. Amma nəticə yoxdur. Mən düşünürəm ki, düzdür, burada deyirlər 9 nömrə, bunun da öz yeri var. Çünki biz bu mövsüm bitib 2025 mövsümü Arsenaldan bir dənə Galyador yoxdur. Yəni hansı 9 nömrə var? İlk 10-luqda yoxdur ən çox gol vuran oyunçu Premyer Liqa üzrə. Düzdür, Havertz yaxşı gol vururdu. Pis deyildi Havertz. Havertz gələndə hamı tənqid eləyirdi, amma biz gördük ki, Havertz çıxdı, artıq Arsenal yoxdur. Havertz bacardığını eləyir, amma Havertzin də bacardığı da o qədər də deyil də. Yəni ona da plus zədələr də oldu. Saka zədələndi, sonra Martinelli zədələndi. Bu artıq mövsümün sonlarına yaxın ən çox gözləntilər olanda Arsenaldan Trossardla Merino oyunu oynayırdılar. Nə yaxşı ki, Merino aldılar. Çünki keçən yay mən deyirəm, Merino neyini alırlar? Merino harada? Yəni ehtiyat oyunçudur, amma gördük ki, də oynadı. Real da gol vurdu uzaqdan qəşəng. Yəni belə deyim də maksimum sıxa bildi nəsə, amma çempionluğa kifayət eləmədi. Məncə düşünürəm ki, Arsenalın zəifliyi ondadır ki, bu komandaya winning mentalitesi olan, yəni qələbə mentaliteti olan oyunçu gəlmir. Yəni gələn oyunçulara bir dənə baxsaq kimlərdir? Cavan oyunçulardır. Ancaq gənc oyunçular, perspektiv. Bu yaxşıdır əslində. Bu yaxşı siyasət, amma bir dənə də bunun içində nə deyirlər, böyük qələbələr görmüş oyunçu olmalı ki, hamı ona baxsın, yəni biraz motivator kimi oynasın. Ötən mövsüm yox, ondan əvvəlki mövsümdə Bayer Leverkusen'də Çaka kimi. Yəni Lokomotivi. Özül gəlmişdi. Belə baxanda pis deyil. Məsələn, Casemiro Arsenala getsəydi, mən düşünürəm ki, Arsenal bu illəri nəsə eləyə bilərdi. Çünki Casemiro böyük qələbələr görmüş oyunçudur. Yəni az-maz nəsə verə bilərdi. Casemiro demişkən, məsələn, bu mövsüm başlayanda Amorim çox böyük gözləntilər də var idi o yazdıqdan. Qocala getdi də, saç ağarmayıb böyük şeydi. Mən düşünürəm ki, o böyük bir səhv elədi. Sezonun ortasında Sportingi buraxdı, getdi Manchester United-a. Düzdür, indi ona nə deyirlər ona, bir lotereya kimi bir şeydir də, alına da bilər, alınmaya da bilər. Burada Manchester rəhbərliyi böyük riskə gedib. Birdən alınmasa, təzədən məşqçi tap. Çünki hər il məşqçi dəyişmək bu klubu geri atır. Çox böyük bir zəiflikdir. Bir klub üçün hər il məşqçi dəyişsinlər. Yəni elə olanda da nə oldu? Yəni futbolsa böyük güclü oyunçular gəlməyəcək axı. Bu mövsüm budur. Gələn sezon odur. Nə olacaq, necə olacaq? Elə bu komanda ilə inkişaf etməkdə gedir. Razıyam. Orada bir şeylə də razıyam ki, bir məşqçi gələndə, tutaq ki, bir məşqçinin qabağına qoyduğu bir plan var. Bu da bir mövsümə yerinə yetmir. 1-2 mövsüm davam edə bilər. Tutaq ki, bir məşqçini gətirirsən, qarşısına qoyur bir hədəfi ki, mən gələn mövsüm və yaxud da ki, bu mövsümdən artıq razılaşır. Gələn mövsüm hansısa bir oyunçunu gətirəcəm. Bunu biz Bavariyanın başında görürük də, çatlayır elə eyni şeylər. Yeni məşqçi gəlir, köhnə məşqçinin, ondan əvvəlki məşqçinin gətirdiyi oyunçularla oynamalı olur. O onun yeni sxeminə uyğun olmur və yaxud da ki, strategiyasına uyğun olmur. Satmalı olur, yenisini almalı olur. Amma Arne Slot da alındı Liverpoolda. Gələn kimi çempion oldu. Düzdür, Çempionlar Liqasında uzağa gedəmədilər. Düzdür, penalti seriyasında məğlub oldu. Amma Liverpool Arne Slotla zəifləmədi. Burada bir şey də var. Arne Slot daha çox Jürgen Klopp'un oyun anlayışı üzərində gedirdi. Yəni belə deyim, o reysdən qırağa çıxmadı. Yəni necə qoymuşsa az olaraq bir-iki dənə şey də, yəni biraz necə deyirlər, biraz sarı kök səfdi, biraz nəsə səfdi ki, belə olsun, biraz belə yönəldi, biraz belə olsun. Gravenberg'i əsas heyət oyunçusu çevirdi. Əsas oyunçusu oldu heyətdə. Axır ki. Gravenberg. Sonra Gakpo inkişaf elədi. Nə xoşuma gəlir Gakpo. Nunez demək olar ki, skamyada durub futbola baxırdı, belə deyək. Çünki Jürgen Klopp arada şans verirdi axı. McAllister çox inkişaf elədi. Bunu da deyək. McAllister mən düzdür
Kloppun vaxtında da inkişaf eləmişdi, yaxşı oyun göstərirdi, amma Arne Slotla daha yaxşı oldu. Szoboszlai, yəni bu üçlü Gravenberch, Szoboszlai bir də McAllister. Ən yaxşı üçlü idi, yəni orta sahə oyunçuları arasında. Yəni hansı klubda belə oyunçular var? Üçü də olsun. Çünki ən yaxşı üçlü idi. Ən yaxşı Gravenberch üçü də, yəni neydi? Ben məsələn Barsaya da qayıdacağam. Bu mövsüm Flicklə yeni nəfəs. Mən çox istəyərdim Liverpool'la Barcelona oynayardı Çempionlar Liqasında. Onların oyununu görmək. Mən ona qayıtmaq istədim. Məsəl üçün çox dağıdıcı hücumda oynayırdılar və məsələn Rafinha, Yamal, Lewandowski, məsələn sən bax üçlük deyəndə bu qarşılaşlarda necə düşünürsən? Düz deyə oyuna baxmaq lazım idi. Baxmaq lazım. Elə oyun çıxmalı idi. Oyunda hər şey olur da. Yəni 90 dəqiqədir, necə deyirlər, top yumru qapıda böyük. Hər şey ola bilər. Düzdür. Barcelona belə deyim də, indi bu birinci sezon, Flick'in də birinci sezonudur, Arne Slot'un da. Görə ikinci sezonda necə olacaq? Çünki yüksək səviyyəli o belə deyim, intensivlikdə oynamaq gənc heyət üçün asandır. Çünki cavandır heyət. Barcelona heyətinə baxanda hamısı gənc oyunçulardır. Məsələn, Pedri'dir, sonra Dani Olmo da yaxşıdır. Yamalın özü. Dani Olmo deyirlər ki, Dani Olmo'nun neyini gətirirlər, var da bizdə. Amma gördük ki, Dani Olmo əsas oyunçulardan biri idi. Yəni 10 nömrə funksiyasının yerinə yetirən oyunçu idi demək olar ki. Çünki Frenkie de Jong 8 nömrə kimi oynayırdı. Pedri də demək olar ki, 8 nömrə kimi oynayırdı. Dani Olmo da 10 nömrə kimi. Hardasa o yönəldirdi hücumda sağa sola. Lamine Yamal qoşulurdu. Yəni Barcelona'nın hücumda ideyaları çox idi. Yəni hücum ideyalarından söhbət gedir. Oyunu birdən-birə dəyişib başqa formatda oynamaq. Yəni məsələn birinci taymda alınmır. Oyun dəyişilir, oyun cinahdan getmir, oyun başlayır mərkəzdən inkişaf eləyir. Frenkie de Jongla Pedri paslaşırlar, boş zona axtarırlar. Plus da ki sürətli cinahlar. Yəni Lamine Yamal, Rafinha, yəni və sürətli və bacarıqlı cinahlar. Hə. Yəni sadəcə sürət öz 9 nömrə yerində, amma bacarmaq lazımdır. Hə, 9 nömrə. 9 nömrəyə gəlmişkən, onsuz da biz ötən mövsümdən danışırıq. Yaxşı oyunçudur Lewandowski. Amma mənə elə gəlir ki, Barcelona'da Lewandowski yenə Kane olsaydı, nə vurardı, 35 dənə qol vurardı. Çox qəşəng də oyun keçirdirdi. Hətta Barcelona onsuz da möhtəşəm mövsüm keçirdi Barcelona. Kane-lə super mövsüm keçirdi. Yəni Lewandowski də hardasa bir növ bəzən özündə oyun yarada bilməmək qabiliyyəti görürəm. Ehtiyacı var digərlərinə. Kane də isə bu mövsüm ərzində Kane göstərdi. Düzdür, onun ikinci mövsümüdür. Göstərdi ki, bəzən çətin vəziyyətlərdə bu artıq strikerdən çevrilir yarım müdafiəçiyə. Lazım olanda hətta müdafiədən gəlir, köməyə və çətin vəziyyətlərdə momenti yaradıb, orada bir hansı oyuna qarşı oldu, bilmirəm hansı komandaya qarşı, yadımdan çıxa bilər. Olise'yə özü pası verib, sonra hücuma qoşuldu və deyəsən Mainz-la idi. Axırıncı çempionatın axırında olan oyunlarda. Mənim yadıma o idi. Olise'yə pası verəndən sonra özü də mərkəzə qaçır, özü də çətin vəziyyətdən pası verir. Uzun pası verəndən sonra mərkəzə yerini tutur və qol vurur. Olise'dən pas alıb. Bu belə deyək də yeni bir dövrdür, yeni bir səhifədir futbolda. Yəni 9 nömrə 10 nömrə kimi oynayır, 9 nömrə 8 nömrə kimi oynayır. Ya da misal üçün elə vaxt olurdu ki, Musiala'nı deyək. Musiala elə vaxt olurdu ki, winger kimi oynayırdı. Gedirdi soldan girirdi, içəri pas verirdi, ya qapıya vururdu, ya 8 nömrə kimi oynayırdı, ya 10 nömrə, 11 nömrə kimi. Belə o demişkən, bax Kane'in dənə qolu da var idi o cür. Mərkəzdən topu alır, biraz gedir sağa ötürür. Olise də girir, sola çəkir vurur. Qapıqası onu deyirdim mən. Hə, onu deyirdin. Yəni elə qollar çox olub. Yəni indiki futbolun reallığı budur da. Yəni futbolçu meydanda hər şeyi bacarmalıdır. Hücumçusan o deməkdir ki, mən getdim qaldım qabaqda, pas ver mən vurum. Yox. Hücumçusan gəl arxada da işləməlisən, mübarizə aparmalısan, winger kimi oynamalısan, nə bilim, uzaq ötürməli eləməlisən. Yəni budur. Yavaş-yavaş Bavariya keçmişkən Bavariyanın bu mövsüm nəyə çatmırdı ki? Zədələnmələr məncə Musiala olsaydı. Çünki Interlə oyuna bir həftə qalmış Musiala zədələnir. Alfonso Davies zədələnir. Ondan əvvəl Neuer qol sevinci yaşadı, zədələndi. Qol sevinci üzərindən, zədə almaqla. Upamecano zədələndi, Kim Min-jae zədələndi. Daha 5 oyunçu yox idi.
Hələ Kim incə zədələnsə belə, sözü kəsirəm. Kim incə zədələnsə belə bütün mövsüm boyu səhvlərlə dolu idi onun. Biraz ehtiyatlı oynamır, biraz necə deyirlər, onu çox josk oynayır da, belə çobud, belə. Həm bəzən çobud oynayır, həm bəzən də artıq çıxışlar eləyir. Hansında ki sonra məsafədə uduzmalı olur və ya da ki mövqe seçimində uduzmalı olur. Elə də bir çox hallarda standart vəziyyətlərdə küncdən zərbələrdə məsəl üçün mövqeyini tutmadığına görə Upamecano ilə Kim Min-ce dueti əslində belə deyim uyğunsuzdur. Elə ona görə Jonathan Tanı gətirdilər. Çünki Upamecano çox qabağa çıxır. Kim Min-ce çox dalda qalır. Sonra Upamecano dalda qalır. Bir-birlərini görmürlər elə ki. Onlar elə oynamalılar ki, bir-birlərini görsünlər ki, necə deyirlər, yönəltsinlər. Ümumiyyətlə bir nəfər olmalıdır müdafiənin lideri. Lider Upamecano-dursa, nə bilim, biraz Kim Min-ce də ona ayaqlaşmalıdır, ayaqlanma. Başa düşməlidir oyunu. Bunlar bir-birlərini başa düşmürlər. Məncə bu da öz sözündədir. Bir də ki, Interlə birinci oyun məncə heç-heçə qutarsaydı, çünki heç-dən 2 dənə qol buraxdılar. Bir də ki, standartlar. Yəni Inter o məsələdə standartlarda yaxşı oynayırdı. Yəni ona görə də uduzdular. Amma Musiala olsaydı, Musiala bəlkə də keçərdilər. Bir də ki, Kompanyinin səhvi oldu ikinci oyunda. Saneni buraxdı. Saneni niyə buraxırsan ikinci oyuna? Yəni fikir verdinsə, Sane oyundan çıxandan sonra Koman girdi ya. Oyun tamamilə dəyişdi. Canlandı oyun. Sanedə var biraz. Çox zaman da elə Bavariya azarkeşlərdə ona değinirlər. Bir kreativliyi eləmək istəyir və bəzən pas verə biləcəyi, yaxşı bir epizod yarada biləcəyi vəziyyətdə top Saneyə düşür. Oyun tempi düşdükcə. Hamı gedir qabağa, belə ora qaçır, sağa, sola, hamısı bu dəqiqə dağılacaq da indi. Amma adamın üstündə Allahı var. Top Saneyə düşdü. Sana deyandan sağa bir dənə pas, ya sola bir dənə pas. Hamı yatdı. Amma adamın üstündə Allahı var, sürəti də var Sanenin. Yəni nə qədər hücumda işləri korlasa da müdafiəyə çox yaxşı kömək edirdi. Bu keyfiyyətini bəyənirdim. Həmin oyundan bir həftə əvvəl idi, deməli cavab görüşünə əvvəl Borussia Dortmundla oynadılar axı. Həmin oyunda Gnabry çox yaxşı performans göstərdi. Mən düşünürdüm ki, Gnabry buraxacaq, amma Gnabry buraxmadı. Götürdü, yəni Saneni buraxdı. Yəni 1:45 dəqiqə demək olar ki, oyun yox idi. Yəni çalışırlar, nəsə itələyirlər, topu qabağa aparmaq istəyirlər. Məntiqi sonluq yox idi. Gnabry çox yaxşı performans göstərdi. Bunu buraxmaq lazım idi. Nə bilim, məncə bu ilki sezonu Kompaniya üçün uğurlu saymaq olar. Çünki baxmayaraq ki bizim üçün zəif görsənə bilər Bundesliga, amma bu da bir güclü Leverkusen top 5 Avropa Liqasının arasındadır və onun çempionluğu olmaq, çempionluğu qazanmaq, çempion olmaq. Çoxdan idi ki, belə bir mübarizə yox idi Bundesligada. Bavariyada maksimumu qoymuşdu ortaya. Bayer Leverkusen. Əvvəllər necə idi? Bavariya 70% oynayırdı. 70% güc sərf edirdi. Çünki bilirdi ki, Borussia Dortmund hardasa xalt edəcək. Borussia Dortmunddan başqa kimi Leipzigdəki aydın məsələdə 3-cü yer üçün oynayan komandadır. Bilir ki, hardasa çempion. Amma bu ilki Leverkusen görürlər ki, yox, güclüdür. Bütün oyunlarda maksimum güc qoyurdular. Bu da sözün deyirdi. Mən düşünürəm ki, bu il üçün Kompaniya yaxşıdır. Amma gələn sezon deyəcəklər ki, bizə böyük nailiyyətlər lazımdır. Görək nə olacaq. Əslində Bavariyanın da necə deyirlər, heyəti cavan heyətdir. Gəncləşir. Amma gələn sezon məncə Barselona sezonu olacaq. Çünki Barselona hazırdır Çempionlar Liqasını udmağa. Yəni heyət bu ilki belə deyək də o böyük oyunları gördülər. Barcelona bu il Çempionlar Liqasını qazansaydı, mövsümün əvvəlində Flick'in komandaya dediyi o ruhlandırıcı ifadəni yerinə yetirmiş olardı. Flick demişdi ki, heç bir komanda 3 dəfə treble qazanmayıb, qarşılarına belə bir məqsəd qoymuşdular. Barcelona da mövsüm başlayandan belə gedirdi ki, mən düşünürdüm ki, bu yeridib, artıq bu fikri onlara yeridib, qabaqlarına da bu məqsədi qoyublar, əldə eləyəcəklər. Elə Çempionlar Liqası demişkən, növbəti mövsümdə məsələn Çempionlar Liqası, növbəti mövzuda Çempionlar Liqasının icmalından danışa bilərik də. Çempionlar Liqasının başlanğıcında çox böyük gözləntilər var idi mənim şəxsən. Barcelona'dan, Liverpool'dan, Arsenal'dan
düşünürdüm ki bunlardan hansısa biri finala kimi gəlib çıxacaqlar mütləq. Halbuki gəlib yarı finalda ələndilər. Gözləntilər o belə böyük Bu sezon olsa da yaxşı göstərmədir özünü. Az qala Çempionlar Liqasından kənarda qala bilərdi PSG. PSG, yəni Amma elə bir ki transformasiya torpağın oldu altından birdən. çıxdı da. Yəni dəhşət, birinci misal üçün liqa phase deyirlər də, indi liqa hissəsində. Liqa mərhələsində məsələn Arsenal'la görüşdülər PSG. Arsenal çox rahat tutdu PSG-ni, belə deyim. Çox rahat. Amma yarımfinalda PSG sildi meydanı. Bütün mövqeləri də bağlamışdı. Yəni şans vermədi. Ən çox da ikinci oyunda. Çünki birinci oyunda şansları var idi, momentləri var idi. Alınmadı. Bəlkə də birinci oyun 1-1 qutarsaydı, ikinci oyunda nəsə eləmək olardı. Amma ikinci oyunda PSG ümumiyyətlə şans vermədi. Çox rahat tutdu, mən deyərdim. Plus da Donnarumma'nın da performansını deyə bilərik. Gözlənilməz nəticələr əslində çox oldu. Yəni hamı deyirdi ki, Real keçəcək Arsenalı. Yəni Real demək olar ki, heç nə göstərmədi. Yəni iki oyunda ümumiyyətlə yox idi meydanda. Meydanda bir dənə komanda var idi, Arsenal idi. Amma həmin Arsenal yarımfinalda oyunu göstərənmədilər. Bax, Reala qarşı çox belə çılğın oyun göstərən Arsenaldan PSG-yə qarşı mən biraz çılğın oyun gözləyirdim, uduzsalar belə. Amma düzdür, böyük hesablı uduzmadılar, amma ortada bir şey var idi, elə bil qapanma var idi. Sanki Arsenal artıq bu keçə bilmirdi, bir səddi keçə bilmirdi. Keçə bilmirdi, düzdür. Yəni o oyun düşüncəsi ki var idi. Yəni Arsenalın oyunu necədir? Top soldan sağa gedir və belə hərəkət edir. Handbol taktikası var. Ötürmə itirirlər, boş yerə axtarırlar, bir keçsin. Orada olmadı, keçiriyorsunlar. Arsenal da belə top belə hərrənir. Buradan bir kimsə açılanda ötürdü, vurdu qapıya. Klassik 9 nömrə yoxdur axı. Elə cinahlardan oynasınlar, winger kimi. Bu alınmadı. Yəni bir dənə oyun stili var Arteta'nın. Yəni PSG necə lazımdır çözdü. Yəni PSG də çox maraqlı oldu ki, yəni başlayanda çox pis başlamışdı. Yəni çox zəif oyunlar oynadı. Yəni Bavariya ilə çox zəif oynadı. 1-0 oyun göstərmədi demək olar ki. Belə də yavaş-yavaş yəni 1-0 orada, 2-1 burada, belə. O qırılma nöqtəsi Manchester City ilə idi. Çünki mən baxırdım, Manchester City 2-0 udurdu oyunu. Dünya fusiyada qutardı oyun. City apardı oyunu. Ondan sonra baxıram 4-2. 4 dənə qol necə vurdular sonra mənim üçün o həll edici məqam idi. O oyunu uduzsaydı, yəni təbii ki, oyunu uduzsaydı finala da gəlib çıxa bilməzdi orada. Hə, amma o oyundan sonra elə bil ki PSG belə qalxdı. Ancaq yaxşı oyunlar. Ancaq güclü oyunlar. Ancaq irəliləyiş var. Belə qalxdı və pik nöqtə Çempionlar Liqasının finalı. Gəldilər 5-0 Interi utdular. Interdəki Inter bəxtsiz oldu. Yəni bu illəri seriyanı anı uda bilərdilər. Yəni bütün sezon boyu lider idi. Yəni 3-4 tur qalmışdı deyəsən. 4 tur qalmışdı, neçə tur qalmışdı. 3-cü turda seriya lideri olanda 35-ci turda deyəsən Napoli liderliyə qalxdı da. 34-cü tura qədər deyəsən Inter idi lider. Bunlar uduzdular. Napoli utdu, 1 xal qabağı düşdü, yoxsa 2 xal qabağı düşdü. Yox, 3 xal. 3 xal oldu, sonra bir dənə heçəsi oldu. 2 xal oldu. Nəsə belə gəldi. Yəni bütün sezonu lider kimi aparırdı. Sezonun axırında əldən verdilər. Sonra yarımfinalda Milana uduzdular və finalda da Çempionlar Liqasını əldən verdilər. Yəni bu sezon treble eləyə bilərlər, amma heç nəsiz qaldılar. Yəni bu mənə xatırladır 2001-2002-ci mövsüm Bayer Leverkusen həmin sezon Çempionlar Liqasının finalına çıxdı, Reala uduzdu. Bundesliqada da deyəsən sezon qurtarmasına 5 tur qalmış lider idi, özü də 6 xal. 5 tura 6 xalı itirdilər. Dortmund gəldi, çempion oldu. Kubokda da finalda uduzdular. Deyəsən Stuttgart'ı uduzmuşlar, kiməsə uduzmuşlar. Yəni həmin sezonda çox zəif oynadılar. Amma finala qədər gəldilər, çıxdılar da. Yəni sezonun axırını zəif oynadılar. Bir də ki Bavariyada. Mən sən o mövzuya toxunanda ağlıma gəldi ki, niyə görə Bavariya yox? Məsələn 2012-13 11-12 mövsümündə 11-12 bütün mümkün kubokları uduzdu. Orada mən bilən həmin sezonda Bavariya Dortmunda
uduzdu deməli Dortmundda. Ondan sonra liderliyi verdi deyəsən, mən bilən. Yəni o sezonun ortasında liderliyi vermişdi. Sezonun axırında verməmişdi. Çox qəşəng. Sezonun nəsə ortasında vermişdi birinciliyi. Klopp Ondan sonra Klopp idi. Dortmund. Sezonun ortasında verdi. Ondan sonra fokuslandılar Çempionlar Liqasında finalda uduzdular. İlk. Düzdür, bu bizim indi formatımıza uyğun olmaya bilər. Çünki biz arada danışırdıq, amma keçmişə biraz flashbacklar olacaq. Flashback. Məsələn, Bavariya onda öz meydanında ilk dəfə Çempionlar Liqasını qazanmış klub ola bilərdi mümkündə. Olmadı. Ev. Amma Inter üçün deyim ki, yəni finala gəlib çıxması mən deyərdim ki, möcüzə idi. Çünki Barselonanı mən heç gözləmirdim keçsin. Mən düşünürdüm ki, Barselona PSG olacaq finalda. Yəni Inter Barcelona keçəndə mən düşündüm ki, Barcelona kimi kluba qarşı yəni dinamik oyun göstərə bilirsə, lazım olanda comeback eləyə bilirsə, mövqelərini dəyişə bilirsə, düşündüm ki, bu PSG-yə qarşı da layiqli oyun göstərə bilər düşünürdüm. Inter azarkeşləri məndən inciməsin, amma mən o finalda Interin PSG-yə məğlubiyyətini Interin adına layiq görmürəm də. Ümumiyyətlə finala layiq hesab deyildi. Uzun müddətli belə bir finalda hesab olmuşdu. Hansısa mən neçə ildir futbola baxan belə bir hesab olmamışdı finallarda. 5-0 kim udmuşdu? Yəni 4-1 olub, 4-1 olub, 4-2 olub, nə bilim, 4-0 olub, amma çoxdandan 94-cü ildə Barcelona Milan finalı, Milan 4-0 udmuşdu. Çempionlar Liqasını. Amma ondan sonra elə bir hesab olmamışdı, 5-0 hesabı. Mövsüm boyu Inter səncə özünü necə göstərirdi? Yəni hardasa güclü, hardasa zəif. Yəni çox da bayaq sadaladığım Barça Liver Arsenal üçün parlamırdı. Amma güclü göstərirdi özünü. Yəni ki, aktiv gol vurmurdu. Favorit kimi meydana çıxırdı. Bax elə güclü oyun göstərirdi. Şurasın ki, Inter qoca heyətdir. Yaxşı heyətdir. Yəni 30-un üzərində olan oyunçular çoxdur. Yəni özdə əsas oyunçulardan sayılırlar. Məsəl üçün Di Marco'dur, sonra Çalhanoğlu deyəsən 30-dan çox yuxarıdır. Acerbidir. Yəni müdafiədən danışdı və məsəl üçün Barellanı tərifləyirlər. Barella belə, Barella elə. Mən Barella'da yəni böyük bir şey görmürəm. Yəni deyim ki, bu çox doğrudan da güclü 8 nömrədir, nə bilim belə. Finalda demək olar ki, top ayağına dəymədi bunun. Yəni Barellanı o qədər tərifləyir. Səncə bu Barellanın günahıdır, yoxsa PSG-nin ağıllı oyununun nəticəsidir? PSG birinci top vermədi, amma ikincisi də ki Intersəndə, yəni sən heyətində bu qədər oyunçular var. Sən nə oldu? 5 dəqiqə topu ayağında saxlayamayacaqsan. Yəni biz ancaq topu PSG-də gördük. Yəni oyun ərzində mən 2 dənə hücum yaratdılar. Bir dənə yadımdadır ki, qapıya Marcus Thuram başdan zərbə vurdu, onu Donnarumma qaytardı. Ondan başqa olmadı deyəsən. Oyunda yox idi. Yəni ümumiyyətlə finallar necə keçir? Bərabər keçirdi hardasa. Yəni bu da hücum eləyir, o da hücum eləyir, biraz müdafiə oyunu gedir. Amma burada heç, yəni əlbəttə PSG nə bilim çox rahat tutdu. Çox rahat tutdu. Inter məncə həmin o heyətin yaşlı olmasından deyə bilərik ki, sonda belə nəticə oldu. Fiziki olaraq çatdıra bilmədilər. Amma yaşlı olsa da, yaşını mən səhv eləyə bilərəm, desəm, Zomer. 37 olmalıdır. Hə, mövsümün icmalından danışırıqsa, mənim gözümdə ötən mövsümün ən yaxşı qapıçısıdır. Çox gözəl mövsüm keçirdi. Zomerdən yaxşı, kimlə müqayisə eləyə bilərsiniz? Elədim, son dövrlər yaxşı qapıçılar, hündürboy qapıçılar sayılır da. Yəni Thibaut Courtois, Donnarumma, Neuer, hamısı 1.90 yuxarıdır. Bu qapıçıların onsuz da bir Thibaut Courtois 2 metrdir. Hə, qapıçıların onsuz da bir bu atletlərin arasında seçiləndə boyu önəmlidir o heç. Amma Thibaut Courtois məsəl üçün boyuna görə yox, ötən mövsüm doğrudan da yaxşı oynamışdı. Bu sezonda qaytardı. Məsəl üçün boy məsələsinə gəldikdə bir də onu deyim. Bu Wesley Sneijder demişdi, yoxsa Van der Vaart demişdi. Demişdi ki, Rafinha uzaqdan gol vurdu deyə birinci oyunda. Top başına dəydi, girdi qapıya. Hə. Deyir ki, onun boyu biraz hündür olsaydı topu qaytarmışdı. Kənara çıxıb gedə bilərdi. Boyu balacadır da bu adam deyir də sırf.
%2-ci oyunda mən baxıram 2-0 müdafiə qutardı oyun. Amma Barselona birdən-birə oyunu necə ələ aldısa, 2 dənə qol axırda da Rafinha vuranda mənim mükəmməl. Barselona finaldadır. O nə oldusa axırda o Gerard Martin yıxıldı. Məncə orada cərimə zərbəsi verilməli idi. Çünki birinci epizodda Lautaro'da necə oldu? Orada heç toxunuş güya var idi, yox idi. Gəldi, penalti verdi. Yaxşı, orada toxunuş varsa burada toxunuş var da. Elədir. Marçinyak yəni ardıcıl olaraq ikinci böyük oyunlarda zəifdir. Yəni məncə Marçinyakı artıq belə oyunları buraxmamalılar. Hakim kimi. Yəni oyunu tamamilə sındırdı. Düzdür, orada Kunde olsaydı bəlkə də başqa cür ola bilərdi, amma deyək ki, möcüzə oldu. Yəni orada hərdən bir futbolda möcüzə olur. Yəni Interin də finala çıxması bir möcüzəvi bir şey idi. Çünki Barcelona daha yaxşı oynayırdı, amma qələbə qazanan Inter oldu. Finalda da PSG bəlkə də sevindi ki, nə yaxşı ki, bizim qabağımıza Barcelona çıxmır. Çünki əgər Barcelona çıxsaydı, PSG Barcelona bizi son dövrlərin ən yaxşı finalı gözləyərdi. Hə, ən yaxşı finalı gözləyə bilərdi. Razıyam. Amma düşünürəm ki, PSG-nin həm də finalda udmağının, qalib gəlməyinin səbəblərindən biri də oldu ki, qarşısındakı rəqibi aşağılamadı. Yəni nə mənada? Qiymətsiz, necə deyirlər o sözü? Dəyərsizləndirmədi. Yəni lazımınca dəyərini verdi və öz ehtiyatını da tutdu. Bütün mövqelərdə yaxşı oynamışdı PSG. PSG bu ilki heyəti də prime dövrünü yaşayır. Nuno Mendes, sonra Vitinha, Doué, Dembele, Kvaratskhelia. Hə, məsəl üçün yarım mövsümdə qəşəng transfer edildi. Ən yaxşı dövrlərindən biridir. Amma mövsüm ərzində Donnarumma ən yaxşı qapıçılardan biridir. Qapıçılardan biridir. Yəni sən də son yaxşı sayırsan. Mən həm də oyuna barışa bilmirəm. Çünki mən tez-tez görürəm Donnarumma da. Yəni yaxşı mövsüm keçirdir bəzən çox olur. Təhlükəli epizodlarda topu qaytarır. Mən bu qapıçıda tez-tez gördüyüm bir keyfiyyət var. Hər dəfə də bunu qeyd edirəm. Qaytararkən topu öz qarşısına qaytarır. Yəni bu Donnarummanı hələ bəxti gətirib ki, onun qarşısına o topu qaytarıb çıxardırlar, yəni qapıdan qarşısına. Yoxsa elə halva verir, yəni hücumçulara bəzən. Donnarummanın üstünlüyü ondadır ki, boyu uzundur, amma çox yaxşı reaksiyası var. Yəni Arsenalın oyunda idi deyəsən. Odegaard vurdu. O topu necə qaytardısa, mən bilmirəm ki, bu doğrudan da yüksək səviyyədə, elitadır. Yəni qapıçılar arasında ən yaxşılarından biridir. Yəni top 5-lik varsa, onların içində Donnarumma olmalıdır. Yəni heyət baxımından özdə ehtiyatdan da oyuna girənlər də fərq yaradırdı axı. Məsələn, Barcola girirdi, fərq yaradırdı. Yəni sonra Fabian Ruiz də unutmayaq. Yəni Fabian Ruiz, Vitinha dueti ortada, yəni çox yaxşı idi. Sonra Gonzalo Ramos. Yəni heyət baxımından demək olar ki, hamısı yaxşı formada idi. Yəni ən yaxşı dövrünü yaşayır. Yəni belə baxanda elə PSG-nin çempion olması hardasa qanuna uyğundur. Sən Doué'nin adını qeyd elədin. Mən bu mövsüm bir dənə məqalə oxumuşdum. Yaxşı nəticə əldə eləməsinə görə Desire Doué o tərəfdən Max Eberlə Bavariyada yaxşı bir onun haqqında bir şey vermişlər, rəy vermişdilər. Çünki mövsümün əvvəlində Eberlə ilə Doué'ni kluba gətirmək istəyirdi. Rəylərdən də biri odur ki, yəni sən seçdiyin, yəni sən scouting elədiyin bu oyunçu özünü də yaxşı çıxış eləyib, performans göstərib. Demək sən də yaxşı seçim eləmisən. Həm də mövsüm əvvəlində gətirdiyi Olise mövsümün bəlkə də Bavariyada ən parlaq oyunçularından oldu. Qəşəng debüt elədi. Çox gözəl debüt elədi. Nəinki Bundesliga olsun, mən deyərdim sezonun ən yaxşı transferlərindən biridir. Yəni heç kim gözləmirdi ki, belə bir performans göstərər Olise. Məsələn, Desire Doué demək olar, o da yaxşı idi. Yəni mövsümün ən yaxşılarından biri idi. Gözəl transferlər. Transferlər demişkən, ötən mövsümün transferinə və qarşıda gələn mövsüm üçün artıq transferlər başlayıb. Bəziləri artıq baş tutub, bəziləri haqqında da şayələr gedir və danışıqlar gedir. Bu barədə danışa bilərik. Realdan danışmaq istəyərdim. Realda belə deyək,
nə deyirlər ona, kapitalni remont gedir də indi hardasa. Xabi Alonso gəldi, Modric gedir, nə bilim. Sonra kimsə getdi deyəsən. Realdan getdi. Modricdən başqa kimsə getmədi. Vasquez, Lucas Vasquez də gedir. Yəni Trent gəldi. Trent, Dan Hüseyin, o da yaxşıdır, perspektivlidir. Sonra Nico Paz. Hələ ki cavan oyunçu, bir də ki Mastantuono, Argentinadan. Yəni izləmirsən oyunçunu? İzləmişəm belə, yəni highlightslara baxmışam. Geniş şaxəli oyunçudur. Yəni çox şaxəlidir, belə deyək. 8 nömrə kimi də oynaya bilər. Belə Di Maria kimi topu özündə saxlamağı xoşlayır, topla oynamaq xoşlayır. Belə IQ-su olan futbolçudur. Məncə Xabi Alonso'nun gəlişində o şeyə var. Mən 8 nömrə gətirən. Bir dənə oyunçu olsun ortada, nəsə yönəltsin də. Yəni mən Tchouaméni ilə oynayım mən mövsüm boyu, yoxsa Kamavinga ilə. Yəni Kamavinga biz harda görürük? Ancaq müdafiədə hardasa bir dənə boşluq yaranır, da get orada oyna. Sağda ya solda, nə bilim müdafiədə. Tchouaméni ki, nə bilim, bilmirəm, Tchouaménidir yoxsa Tchouaméni. Olsun Tchouaméni. Yanıla da bilərəm mən indi. Belə deyirlər. Yəni öz mövqeyini bilmirəm. Tchouaméni olanda elə ki boşluq var da. Yəni bu oyunçunu niyə görə gətiriblər? Birinci sözün pis deyildi. Amma yazıq, ondan nə tələb olunur? İstəyirsən müdafiədə oynayır, istəyirsən yarım müdafiədə oynayır. Tələb olunan da yerinə yetirə bilir, yazıq. Nə cür istəyir oynasın, amma Toni Kroos kimi oynaya bilmir. Tamam. Yəni verilişin əvvəlində dediyin kimi Real'a Toni Kroos və onun əvəzləyicisi lazım. İndi Mastantuono indi Toni Kroos ola biləcək yoxsa ola bilməyəcək? Bu sual altında. Çünki biz McAllisterə baxanda, çünki McAllister hardan gəlmiş? Boca Juniors'dan gəlmişdi Brighton, elədir. Yəni McAllister gəldiyi zaman pis oynamadı. Yəni o birbaşa böyük kluba getmədi. Amma Mastantuono 17 yaşı var, yoxsa 18 yaşı var. Cavandır, birbaşa olaraq Real'a gəlir. Başa düşürsən, bu da var axı. Öz sözünü deyə bilər. Həm öz sözünü deyə bilər. Qarşısında böyük təzyiq də ola bilər. Həm də onun yanında belə gənc oyunçuları sevən, onları yaxşı idarə edə bilən Alonso var. Alonso ilə çox gözəllik tapır inkişaf edər. Və Florian Wirtz, o da getdi Liverpoola. Mən heç gözləmirdim. Mən gözləyirdim ki, Manchester City'yə gedər. Ya da Bavariya gedər. Liverpoolda ümumiyyətlə onu təsəvvür eləyirəm. Ötən mövsüm hələ Uluhenes nəyə görə o hərdən bir danışır hələ bilmirəm. Yəni artıq sən idarə heyətində deyilsən də Bavariyada. Bəzən belə fikirlər ilə sürür. Gün demişdi ki, yəni Bavariya lazım gəlsə maksimum əlini cibinə salacaq. Wirtz gəlməlidir Bavariyaya falan. Yəni gözləmirdim ki, Liverpoola gedər. Çünki Liverpoolda artıq orta xətt formalaşıb. Yəni Arne Slot onu hara salacaq? Birincisi, yəqin ki, Soboslay oturacaq ehtiyatda. Gravenberg'ə inanmıram çıxasın. Çünki Gravenberg hardasa 6 nömrə kimi oynayır, dayaq yarım müdafiəçisi kimi oynayır. Mübarizələrdə yaxşıdır, ikinci mərtəbədə yaxşıdır. McAllister də çox yaxşı 10 nömrədir. Yəni 2 dənə 10 nömrə ilə oynayacaqlar. Bəlkə rotasiya eləmək istəyəcək. Ola bilər, bəlkə də rotasiya olacaq. Çünki deyilənə görə Arne Slot oyunla görüşüb və öz fikirlərini, ideyalarını ona açıqlayıb, yəni necə plan qurur gələn mövsümü onu izah eləyib və bu onu çox təsirləndirib Wirtz-i. Məhz ona görə o seçimini Liverpool üzərində eləyib. Baxmayaraq ki, kompaniya da öz fikirlərini ona izah eləmişdi. Demək ki, Arne Slot'un növbəti mövsümə olan planları daha çox təsirləndirib Wirtz-i. Bəlkə də Soboslay faktoru da var. Çünki Soboslay yaxşı oyunçudur. Mən çox bəyənirəm onu, Dominik Soboslay. Çox universaldır. Yəni bu hərdən olur 10 nömrə kimi oynayır, 11 nömrə kimi, 8 nömrə kimi, dayaq yarım müdafiəçisi kimi. Yəni meydanın hər bir hissəsində bu var da. Amma bir zəif tərəfi var, tez-tez zədələnir. Yəni bəlkə də ona görə ki, Patisarxovka kimi özlərini qoruması kimi, bu olmayanda heç olmasa bu oynasın. Ola bilər ki, Wirtz oynayacaq. Çünki aydın məsələdə 150 milyon vermisənsə, oynamalı da 150 milyon az deyil. Ən bahalı ehtiyat oyuncusu kimi tarixə düşməsin də, yəni olmalıdır oyunda. O zaman Soboslay olmayacaq. Oturacaq ehtiyatda. Bu bir. İkincisi də ki, yaxşı. McAllister, Wirtz biraz ola bilər ki, McAllister satsınlar. O da ola bilər. Ola bilər Soboslayı satsınlar.
Amma yenə də mən belə baxıram ki, yəni o heyətdə 2 dənə 10 nömrə olması biraz məntiqsiz görsənir. Çünki oyunu yönəldən bir nəfər olmalıdır. Bu da biraz necə deyirlər, qaranlıq qalır. Bəlkə də çünki Salah gedir axı, 2 sezon qalır, 2 sezondan sonra gedir. Bəlkə də ola bilsin ki, Salahdan sonra komandanın lideri Wirtz olacaq. Bu da ola bilər. Ola bilər. Baxaq. Zədələrdən danışdın. Mənə məsəl üçün hər dəfə maraqlı gəlir. Bavariya çox dəyərləndirir Alfonso Davies. Bəli, sol cinahda çox gözəl də bəzən oyunlar göstərir. Son mövsüm məsəl üçün top almalarda, rus dilində adborlar deyirlər, çox zəif göstərdi özünü. Hər mövsüm amma bu öz sürəti ilə bəzən görsən ki, balanslaşdırır. Özünə olan qiymətini balanslaşdırır. Yəni sürəti yüksəkdir, amma bu hər şey deyil. Mənə elə gəlir ki, məsələn, Bavariyanın o ötən mövsüm o transfer xəbərlərində çıxan şayələri istəyirəm ki, bu mövsüm doğrulsun. Leon Hernandez istəyərdim. Lucas, Theo Hernandez. Hernandez'i istərdim Bavariyada görəm. Sol cinahda çox qəşəng performans göstərir. Çox bəyənirəm. Həm də Bavariya məsəl üçün mən düşünürəm ki, transferlərdən danışırıqsa, Theo və yaxud da ki, onun kimi cərimə zərbələrini yerinə yetirə bilən oyunçu lazımdır. Və yaxud da ki, mövcud komandadakı oyunçulardan kimsə bu qabiliyyətini inkişaf etdirməlidir. Mövsüm ərzində sanki Bavariya cərimə zərbələrindən Bavariyadan qorxan yox idi. Elə də topu qoysunlar məsələn 24 metrdə, 27 metrdə və dəqiq bu məsafədən kimsə qolu vuracaq elə bir oyunçu yoxdur Bavariyada. Harry Kane vurur, bir də ki, deyəsən Kimmich. Mən bilən, ikisi vurur. Kimmich standart vəziyyətlərdə yaxşı ötürmələr eləyir. Amma dəqiq mi vuracaq? Kimmich yaxınlaşdı o topa. Əminsən ki, Kimmich qol vursun demirəm. 9-luğa yönəldəcək o topu, qapıcı oradan çıxardacaq. Belə də yerini itirmir. Sane vuracaqdı. 7 indi Galatasaray transfer demişkən. Zədələnmələr ən çox mən düşünürəm ki, futbolçuların özlərindən asılıdır. Burada nə deyirlər ona? Hazırlıqsız oyuna girirlər, ya nə bilim dietoloqla yaxşı işləmirlər, o da ola bilər. Yəni səbəblər çox ola bilər. Bir də ki, mən bilən Davies'in zədəsi var idi. O zədə ilə oynayırdı, necə deyərlər. Çünki Upamecano'da oynadı, sonra dedilər ki, yox, müalicə olunmasan, elə yırta əməliyyat olunmalısın. İki variant var. Ona görə də getdi. Misal üçün Manchester City-də götürək də. İndi Manchester City-ni az danışdıq əslində. Mən istəyirəm çox danışım. Rodri zədələndi. Oyun çöktü. Yoxdur oyun. Sonra o zədələndi, bu zədələndi, o zədələndi. İndi yeni heyət yığır. Çerki gəldi. Ryan Çerki. Mən çox bəyənirdim. İndi də bəyənirəm. Yəni görüm necə olacaq indiki Manchester City. Sonra kim gəldi? Tijani Reinders Milanda. O da yaxşı oyunçudur. Yəni Milanda Real'la oynayanda 3-1 udanda Santiago'da. Ən çox gözümə görsənən o idi. Bu adam topla çox yaxşı oynayır. Yəni futbol IQ-su yüksək səviyyədə olan oyunçudur. Yəni bu ikisi Reinders'lə Çerki yeni mövsümün ən yaxşılarından biri olacaq. Yəni ikisi də parlayan oyunçulardır. Manchester City-dən gözləmirdim belə. Guardiola stressdən qurtaracaqlar, deyirsən? Yəni Guardiola yeni heyət yığır, nəsə olmalıdır. Bəlkə də yenə də istəyir ki, treble eləsin. Bəlkə də mən belə düşünürəm ki, Alex Ferguson'un rekordunu qırmaq istəyir. Alex Ferguson 13 dəfə Premier Liqanı udub. İstəyir ki 14 dəfə eləyəcək. 6 dəfə udub da. 6 elə var. 8 dəfə də udsa keçəcək. Amma Arsenal baxanda, yəni Arteta 7-ci sezonudur. Amma bir dənə də Premier Liqa yoxdur. Məncə bu sezon onun üçün axı sonuncu sezon olmalı. Yəni sonuncu şans Arteta üçün. Çünki 7-ci sezonudur. Heç nə yoxdur. Yəni əgər heç nə yoxdursa niyə görə qalmısan? Öz-özünə sual verməli. Yəni mən komandaya verə bildiyimi verdim. Yəni bundan sonra geri getmirsə, yəni mən o özü istifa verməlidir. Yəni professionallıq göstərib özü istifa verməlidir ki, yəni bəlkə başqa biri gəlsə nəsə bir şey olar.
Hələ ki boşluqdur. Yəni nə isə əlavə eləyirlər. Bəlkə bu sezonda bu yoxdur, bəlkə bunu gətirəm. Məsələn, Viktor Gyökeres deyirlər ki, gələcək. Bilmirəm, Viktor Gyökeres gəlsə gözlərdim onu mən top klublarda. Mən də gözləyirəm. Yəni çox belə necə deyirlər, potensiallı hücumçuya oxşuyur. Elə Arsenal tipində oyunçudur. Bəlkə də o gəlsə nəsə olar, bəlkə də. Məsələn, Zubimendi'ni də deyirlər. Görək nə olur. Arsenal uzun illərdir biraz əziyyət çəkir bu zədələnmələrdən. Bəlkə bu illəri nəsə olar gələcək sezonda. Çünki Liverpool da güclənib, Manchester City də güclənib. Plus da ki, Arsenal da zəif deyil. Arsenal da güclənəcək. Baxaq görək nə olur və sonda təzə başlayıb indi klublar arası dünya çempionatından da biraz danışaq. Sən nə fikirləşirsən? Mən bir dənə baxdım dedim düşünürəm ki bu yoldaşlıq maçları olurdu, yəni yoldaşlıq görüşləri olurdu mövsüm arasında. Biraz ona bənzəyir. Elə bir ki o formatda, amma biraz da daha ciddi yanaşmaq şərti ilə bir turnir keçirdirlər. Hardasa razılaşmıram ki bu Audi Cup kimi bir şeydir. Elə ona ilə razılaşmıram. Klublar arası dünya çempionatıdır. Bu ciddi yanaşırlar. Elə birinci oyununa Oakland idi. Bavariya çıxsa da həm düşünürdüm ki, Bavariya çıxacaq ora indi bir gənclərdən ya nə bilim akademiyadan gəlmiş oyunçulara, cavanlara imkan verəcək. Yox, elə əsas heyətlə çıxıb üstündən keçdilər. Birinci sayı 6-dan vurdular. O günlərin bir şey oxudum. Oakland'ın qapıçısı yazıq ambarda çalışır, yəni. Həm də soruşanda bu oyun barəsində demişdi ki, heç çox da belə peşman deyiləm. Hətta mən yəni idolum olan Neuer'lə qarşılaşdım. Çox gözəl oldu onlar üçün. Amma görsənir ki, nəyə görə gətirim sözümü? Bavariya məsəl üçün buna ciddi yanaşdı. İndi təkcə Bavariyanın qarşısında bu rəqib çıxıb da. Düzdür, PSG ilə də Atletico Madrid oynadılar. Orada da hesablı qələbə oldu. Amma indi sabah birsin başqa maçlar da ola bilər. Bu turnirdə Real Madrid də var. PSG-də var. Manchester City. Mən biraz maraqlandım. Bir çox klublar ciddi yanaşırlar. Deyirlər ki, biz qalib gəlmək istəyirik. Biz hər biri öz qarşısına şey qoyub, məqsəd qoyub ki, bu turnirin ilk qalib çempion olsunlar. Yəni belə bir məqsəd var. Çünki aydın məsələdir. Real üçün də vacibdir ki, nəsə qazanaq. PSG deyir ki, yox, biz də qazanmaq istəyirik. Plus da ki, necə deyirlər, oyunları alınır. Bavariyadan danışmışdı, deyəsən. Max Eberle demişdi, yoxsa prezidentə demişdi ki, biz ilk çempion olmaq istəyirik də bu turnirin. Şey demişdi onu, Jan Christian Driesen demişdi onu. Yəni potensial olaraq bizi yarım finallarda yaxşı oyunlar gözləyəcək. Məsəl üçün PSG Real Madrid gözləyə bilər, ya da ki, səhv eləmirəmsə Chelsea, Bayern Münhen, ya da ki Manchester City, belə maraqlı yarım finallar gözlənilir. Görək nə olur. Mən həmişə belədir də, ilk dəfə olanda biraz şey yaranışırsan ki, görsən nədir də bu. Amma mənə görə bir balaca bu biraz pul qazanmaq kimi bir şeydir. Hardasa mənə bir nəyə xatırladır. Bax, Millətlər Liqası. Elə bir şey. Yəni qeyri-ciddi deyə bilmirsən. Amma dünya çempionatı və Avropa çempionatı səviyyəsindədirmi? O da deyil. Bu Çempionlar Liqası deyil bu. Amma burada bəzi maçlar olacaq ki, Çempionlar Liqası səviyyəsində olacaq o görüşlər. Çünki bunlar professionaldılar. Çünki bunlar üçün elə bir şey, bu nə turnir deyil, belə elə şey yoxdular. Onlar 100% professionaldır. Onlar çıxırlar qalib gəlmək üçün. Plus ki, ortada priz var, yəni kubok var, yəni istəyirlər adlarını tarixə yazsınlar, yəni ilk qalib kimi tarixə düşsünlər. Görək, yəni ilk turlar da, yəni bu Əl-Əhli, Inter Miami, nə bilim. Sonra bir dənə də komanda var, bir təhər adı var. Memelodidir, nə bilim. Marmelad yadıma düşür, Memelodidir. Hələ yaxşı şey yadıma düşürsə. Görək nə olur. Belə, maraqlı sezon oldu bu illəri. Düşünürəm ki, qarşıdan gələn sezonda maraqlı olacaq və bizim də ilk buraxılışımız məncə pis alınmadı. Yaxşı alındı, maraqlı alındı. Çox güman indi biz davamiyyəti qorumaqla artıq çalışacağıq, qoruyaq. Növbəti buraxılışda elə bu klublar arası çempionatın da gedişatından danışarıq. Transferlərə də nə baş verəcək, ondan danışarıq. Növbəti mövsümə yenə gözləntilərimizdən danışarıq. Bizim yayda
danışmağa mövzularımız çox olacaq, Çoxdur, yəni, şayiələr hə. çıxdıqca. Plus klublardan da danışmaq istəyirik, görək nə olacaq bu klubların inkişafı misal üçün. Mənə çox maraqlıdır. Realdır, sonra Arsenaldır, Juventusdur. Çünki Juventus da itbat oldu birdən-birə, yəni 4-cü yerdə, 5-ci yerdə gedirdi. Görək, yəni Liverpool da inkişaf edən klublardandır, düzdür, artıq hazırdır böyük nailiyyətlərə. Belə. Tamam, belə. Ümid edirik bizim ilk buraxılışımızı bəyəndiniz. Bəyəndinizsə like düyməsini basın, səhifəyə abunə olun, izləyin bizi. Mütləq abunə olmağı unutmayın. Hə, və kommentlərdə rəy bölməsində də öz fikirlərinizi yazmağı unutmayın. Nə gözləyirsiniz bizdən, hansı mövzularda danışmağımızı istəyirdiniz? Öz fikirlərinizi əlavə edin. Biz bütün mövzuları əhatə eləyə bilməsək, siz də öz fikirlərinizi əlavə etməyi unutmayın. Biz çalışacağıq ki, davamlı olsun. İnşallah. İnşallah davamlı olar. Oldu. Növbəti buraxılışlarda görüşənədək sağ olun. Sağ olun.